Martın 9-da Sovetsk adlanan ərazinin sakinləri yenidən etiraz aksiyası keçirərək yolu bağlamağa cəhd edib. Lakin əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin çevik polis alayı buna imkan verməyib. Gənclərdən bir neçəsi polis tərəfindən saxlanılıb. Müəllim, niyə aparsınız? Müəllim, niyə aparsınız? Sovetsk sakinləri jurnalistlərə bildirib ki, bizim bugün bura toplaşmağımızın səbəbi həm evlərin sökülməsinə, həm də əvvəlki aksiyada saxlanan gənclərə görədir. Bu dalanda olur. Birinci balaca dalan yox, iri dalanda. Apardılar uşağı, indi eşidirik ki 15 sıqa. Dalları üçün 15 sıqa verilib. Dalları üçün axıda demişim, sizin balığınız onun kimi yetim qalsın. O uşaq yetim uşağı hara aparırsınız? Bilirsiniz, atası anası yoxdur, eləlirsiniz. Biz razıyıq. Bax, dünən qulaq asmışıq. Aybid Şərifova. Valla biz razıyıq. İnan, əgər onun dediyi kimi olacaqsa, biz razıyıq. Biz istəyirik, biz qulaq asaq ona, dinləsin o da bizi. Biz razıyıq, biz qırğın dava eləmək fikrimiz yoxdur. Biz nəyə 50 yanlı qadınlarıq? Biz neyə bilərik? Ancaq bizə bir qulaq assınlar da. Sonra isə sakinlər polis tərəfindən ara küçələrə dağıdılıb. Qardaşım, biraz sakin ol. Öz uşağı, Quran oxuyan uşaqlardır, namaz qılan uşaqlardır. 30 sıqqa, 15 sıqqa. Bax, belə üzbəyə söhbət edib sizin kimi birisi ilə götürüb aparıblar. Xeyir olsun, danışmaq olmaz. Mənim danışmaq olmazsa nə gəlirsiniz? Onda belə çıxır ki, mən sizinlə danışdım, indi məni tutub aparacaqlar. Sizlə danışan aparırlar. Uşaqlar danışıblar, aparıblar. Xeyir olsun. Gəlib evdən də aparır. Mən eşidirəm. Yazın uşaq bayıldan qonaq gəldi. Mən deyirəm ki, mən nə Ona gəlir. Nə vaxtdırlar? Göbülmüşsün. Yox, keçən həftədə miting. Keçən həftə siz evə görə çıxmamış. Allah'ın olsun, mən keçən həftə tutulan uşaqlara görə çıxdım. Heç uşaqdan tutulmamış. Kar yox, bizə ged oradakılara dinə. Kim aparacaqlarsa biz gedirik. Bir qulaq as mən. Sən bir verdiyin borcdan. Borcdan. Sakin. Əla sakin. Hey, sakin. Söz. Neyici verseniz? Sakin. Söz. Sakitliği ya. Sen kes ki bunlara koşmasınlar da. Sakitliği yaradı. Abi gel yanım bak ha. Hadi çekilin de. Bu ne de lan? Onda ne olur? Tamam. Söz. Xatırladaq ki, Sovetsk sakinlərinin etirazı evlərinin sökülməsinə və verilən kompensasiyaların azlığına görədir.